Bugün bir video karşıma çıktı. Deyirdi, tanımadığın həkimə etibar edirsən, tanımadığın pilota etibar edirsən, tanımadığın taksi sürücüsünə etibar edirsən. Bəs yaradanına niyə etibar etmirsən? Bir an düşündüm. Niyə etibar etmirəm? Çünki gördüyümə inanmaq daha asandır. Həkimə güvənirəm, çünki təhsil alıb. Pilota güvənirəm, çünki onu sistem yoxlayıb. Taksi sürücüsünə güvənirəm, çünki problem olsa müraciət edəcəyim yerlər var. Bəs Allah, məni yoxdan var edən, hər nəfəsimi verən, məndən heç vaxt uzaq olmayan Allah. Niyə ona güvənmək mənə daha çətin gəlir? Onda İsa'nın sözlərini xatırladım. Görmədən iman edənlər bəxtiyardır. İndi bunun mənasını daha yaxşı anlayıram. Çünki görmədən iman etmək axının əksinə üzmək kimidir. Axının əksinə üzən insan kənardan necə görünür? Sanki hərəkətsizdir. Sanki geridə qalıb. Sanki heç nə etmir. Elə buna görə də bəzən insanlar səni zəif, bacarıqsız və ya tənbəl hesab edirlər. Amma onlar sənin içindəki mübarizəni görmürlər. Axının əksinə üzmək zəiflərin işi deyil. Bu güclü ürəklərin işidir. Allah da buna görə dünyanın zəif saydıqlarını seçir. Çünki o insanın görünəninə yox, ürəyinə baxır. Gideon özünü zəif görürdü. Amma Allah ona belə dedi. Ey mənim cəngavərim. Çünki Allah onun daxilində gedən mübarizəni görürdü. Bugün sənin mübarizən də Allahın gözündən gizli deyil. Sənin göz yaşların, sənin duaların, sənin yorğunluğun, heç biri onun nəzərindən qaçmır. Qoy dünya sənin haqqında nə istəyir düşünsün. Əsas sual budur. Allah sənin haqqında nə düşünür? Məncə, ən vacib olan da budur. Bəs səncə? Bugün Allah sənə hansı adla müraciət edərdi?